parodontoz xəstəliyi, yəni dişlər tökülür. Tibbdə bunun müalicəsi çox təəssüf olsun ki, yoxdur. Bəzi insanlarda dişləri tərpənir, laxlayır. Bəzi insanlarda elə fırçanı götürüb dişini yumaq istəyərkən qanaxma götürür. Bax, bu insanlar videonu bəyənsin, paylaşsın, hər birinizdən xahiş edirəm. Demək, biz necə bir dəmləmə düzəldək ki, buna faydalı olsun. Bax, sizə göstərirəm. Bir stəkan belə su götürürsünüz, 200 milli olan böyük çaşkada. Əlavə edirik çaynikə. Biz bunu demək suyu qaynadırıq. Su qaynara düşəndə diqqətlə baxın. Всё. Ağzını bağlayaq, su qaynara düşsün, göstərirəm. Suyumuz artıq qaynara düşdü. Bir çay qaşığı otu indi əlavə edirik. Və bunu vam xodla 2-3 dəqiqə qaynadırıq. Artıq hazırdır. Qazın altını söndürürük. 20 dəqiqə, 25 dəqiqə qalır. Yaxşı dəm alır. Ondan sonra bunu süzürük. Bir çay qaşığı bal qarışdırıb, sonra bunu qurtum-qurtum, amma ağzı belə yaxalayaraq içirik. Bax, bu bizə mükəmməl fayda verəcək. Bu, həm zoba gözəl fayda verir, həm ürək qan damar sisteminə gözəl fayda verir. Damarları elastik edir, qanı duruldur. Prostata mükəmməl fayda verir kişilərdə. Yəni, tükənməz faydası var. Şəkər xəstələrinə mükəmməl fayda verir. Всё, indi bunu süzürük. Mən biraz çox gözləmədim, yəni 20-25 dəqiqə gözləmədim, çünki videonu tamamlamaq üçün. Amma siz mütləq gözləyin. Süzüldük. Soyuyana dək gözlənilir. Yəni soymalıdır. İlıq olandan sonra, soyandan sonra bir çay qaşığı da buna bal qarışdırılır. Və bu qurtum-qurtum, amma elə bil ağzı yaxalayan kimi və bunu tüpürmürsünüz, udursuz. Bu sizə mükəmməl fayda verəcək. Diş tökülməsində, bax, dişlər tökülür, parodontoz xəstəliyi var, yenə də deyirəm. Diş ətləri geri çəkiləndə çox möhkəm olur diş dibləri, çox möhkəm. Həm də zob xəstəliyində sizə mükəmməl fayda verəcək. Ürək qan damar sisteminə gözəl təsir eləyəcək. Bismillah, artıq hazırdır. Bax belə. Ağızda fırladırsınız, sonra udursuz. Qurtum-qurtum. Özdə yəni çox da acılığı da bilinmir, çünki süzüldü, həm də bura bal əlavə olundu. Gözəl. İnanın ki, bu videoları çəkmək mənim üçün asan deyil də. Məsələn üçün, videonu saxla, nə bilim, onu gətir, bunu elə. Bunlar hamısı vaxt aparır. Özdə mən qısa-qısa çəkib, sonra birləşdirə bilmirəm. Başım da çıxmır elə şeydən. Elə pauzanı bas, onu gətir, pauzanı bas, belə-belə nəysə belə gedir. Çox çətindir. Bu dəmləmələri də göstərəndə TikTok elə bir səhv başa düşür, videoları silir, səhifəni spam atır. O qədər şeylər olur. Bu səhifədə elə bir təhlükə altındadır. Mən bu günləri məzun zat çəkib göstərəcəm, yeni məzunlar çəkəcəm. Onkoloji xəstələr üçün, immun sistemini qaldırmaq üçün, qan azlığından əziyyət çəkənlər üçün. Buradan aşağıdan səhifə sabitləyəcəm, bax buradan. Təzə yeni səhifəmdir. Bunda çox çəkmək istəmirəm də, bu da təhlükə altındadır, bu da yanacaq. Biri vardı 300 minlik, o yandı getdi. Bu da yanacaq. O səhifəyə takip atın hər biriniz, gəlin ora. İndi inşallah orada hər birinizdən xahiş edirəm. Məhsul sifariş vermək istəyirsinizsə, məsələn üçün, tünd meşə balıdır, qara balıdır, utindidir, zəfərandır, məsələn üçün, alaqanqal toxumudur. Çox şeylərdə, yəni məndə var. Hamısı da çalışıram ki, təmizin gətirəm. Bunu da içim Allah izindən gedim yürüyüşə saat 6-da səhər-səhərdir. Sağ olun, var olun. Səhifəyə takip atmağı unutmayın. Bir də bir şey deyəcəkdim.
Demək, şəkər xəstələri ümumiyyətlə təmiz baldan qorxmasınlar. Bir miqdar çox yox, yəni az istifadə edə bilərlər. Problem deyil. Gedib bu pəsokdan, qənddən, məsələn, konfetlərdən yox. Yəni ki, təmiz baldan söhbət edirəm.